Birlikte cheesecake hazırlayacağıq. İlk peçeneyi blenderdan keçirib üzerine kere yağı əlavə edib qarışdırıram. Sonra qəlbə töküb nazik olması üçün stəkanın arxası ilə forma verib 25 dəqiqəliyə soyucuya qoyuram. Sağ olsun yoldaşım da mənə kömək elədi. Krem içli üçün cheese krem pendiri, milla, qaymağı, şəkər tozunu, xamanı, nişastanı, yumurtaları əlavə edib mikserlə tam qatlaşana kimi qarışdırılır. Qatlığı belə olmalıdır. Alt taban yaxşı dinlədikdən sonra hazırladığımız kütləni qaba əlavə edib sobaya göndərir. Üzəri üçün çəlləkdən qanaj edirəm. Qanajları bişirmə qabına töküb üzərinə şəkər tozu əlavə edib qaynamağı qoyuram. Qaynayıb bişənə yaxın 2 xörək qaşığı nişasta da əlavə edirəm. Kek bişdikdən sonra 40 dəqiqə soyumağa qoyuram və hazırladığım qanajı üzərinə əlavə edib bir gecə saxlayıram və budur, möhtəşəm cheesecake-imiz artıq hazırdır. Ləzzət bombası cheesecake-imiz hazırdır. Bismillah eləyək, dadına baxaq. Əllərinə sağlıq həyatım, həqiqətən çox ləzzətli alınıb. Üstündə çiyələk başqa bir tam verib. Və səncə necədir? Yayda əsl yeyilməli cheesecake-dir. Mütləq şəkildə hazırlayın.